بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله وَلَا تَكِلْنَا إِلَى أَنْفُسِنَا طَرْفَةَ عَيْنٍ. Əziz, qiymətli qardaşlar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha ki, Allah Teala bizləri günlərin ən üstünü, ən fəzilətlisi olan Zilhiccə ayının ilk 10 günündə məclislərin ən üstünü, ən fəzilətlisi olan elm məclisində cəm edib toplayın. Həqiqətən də bütün bu xeyirlərə müvəffəq olmaq, əziz qardaşlar, Allah Teala'nın bizlərə olan rəhməti sayəsindədir. Öz lütfü, öz ihsanı, öz fəziləti sayəsindədir. Allah Subhanahu və Teala bunları, bu üstünlükləri, bu salih əməlləri, bu fəzilətləri ancaq bəndələri arasından üstün etdiyi şəxslərə bəxş edir. Haqqında, barəsində yaxşılıq istədiyi şəxslərə bəxş edir. İçərisində olduğumuz günlər əməlləri Allaha ən sevimli olan əməllərdir. İçərisində olduğumuz günlər əməlləri Allah yanında ən üstün, ən fəzilətli əməllərdir. Bu 10 gün içərisində sən hansı əməli edirsənsə et, ən sadə bir qardaşın üzərinə təbəssüm eləmək, onun üzünü güldürmək, ən yüngül əməllərdəndir. Bir sədəqə vermək, bir zikr eləmək, bir dua eləmək, bir salih əməl etmək Allah yanında ən sevimli, ən fəzilətli əməllərdir. Bu 10 gün Ramazan ayının son 10 gecəsi necə fəzilətlidirsə, Zilhiccə ayının ilk 10 günü də o cür üstün fəzilətlidir. Allah Teala bizlərə müvəffəq etdi. Əməl baxımından ən üstün, ən xeyirli əməllərdən biri olan elm öyrənib, elm məclisində iştirak etməyə bizlər bu 10 gündə müvəffəq olub Allah Teala bizə asanlaşdırdı. Həqiqətən də elm Allah yanında çox dəyərli bir ibadətdir. Dinimizin əsasıdır. La ilahe illallah, Muhammedun Resulullah, şəhadət kəlməsinin ən birinci şərti elmdir. Uca Allah buyurur, fa'lem ennehu la ilahe illallah. Bil ki, öyrən ki, Allah'tan başqa ibadədə haqqı çatan məbud yoxdur. Allah Teala Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə ilk nazil etdiyi ayədə ona oxumağı buyurur. İqra bismi rabbikəl-ləzi xaləq. Səni yaradan Rəbbinin adı ilə oxu. İqra və rabbukəl-əkram. Oxu, sənin Rəbbin kərəm sahibidir, səxavətlidir. Əlləzi alləmə bil-qələm. O insana qələmlə yazmağı öyrətdi. Allah Teala məhz bu ayələrdə elmin bizə fəzilətini göstərir. Bizə qələmlə yazmağı, elmi qeyd etməyi bizə öyrədib Allah Subhanahu Teala izah edir. Bu elmin məclisləri Allah yanında ən üstün, ən fəzilətli məclislərdir. Cənnət bağçalarıdır. Bağışlanıb əfv olunma məclisləridir. Allah Teala'nın rəhmətinin indiyi, nazil olduğu məclislərdir. Allah Subhanahu və Teala orada iştirak edənlərin hamısı ilə övünü fəxr edir. Onların adların səma əhli yanında seçir. Alaq surəsinin ilk 5 ayəsi, qardaşlarım, bir də Ər-Rahman surəsinin ilk ayələri gəlin nəzər salaq. Alaq surəsinin ilk 5 ayəsi Allah Subhanahu Teala buyurur, İqra bismi rabbikəl-ləzi xaləq, xaləqəl insənə min alaq, İqra və rabbukəl-əkram,
Ellezî alleme bil qalem və allemel insane ma lem ya'lem. Səni yaradan Rəbbinin adı ilə oxu. O Rəbb səni laxtalanmış qandan yarattı. Oxu, sənin Rəbbin kərəm sahibidir, səxavətlidir. O, qələmlə yazmağı öyrətdi və insana bilmədiklərini öyrətdi. Baxın, ilk nazil olan 5 ayənin 4'ü elmlə əlaqəlidir, öyrənməklə əlaqəlidir. Ər-Rahman surəsində isə Allah subhanahu və teala buyurur, Ər-Rahman alləməl Qur'an xalaqal insan alləməhul bəyan. Mərhəmətli olan Allah insanı yarattı, ona danışmağı öyrətdi və ona Qur'anı öyrətdi. Hamısı Allah subhanahu və teala'dır öyrədən. Ona görə Muhammed s.ə.v buyurur ki, Allah Teala kimin üçün xeyir istəyərsə onu dində fəqih edər, alim edər, dində anlayış sahibi edər. Sonra buyurur, mən özüm öyrədilmişəm, mənə Allah Teala öyrədir. Öyrədən aləmlər Rəbbi olan uca Allahdır. Ona görə hər birimiz əslində elmin məclisinə həris olmalıyıq, çalışmalıyıq ki, Allah bizi öyrətsin. Allah subhanahu və teala da insanı öyrətsə, onun təqvası artacaq, imanı güclənəcək, salih əməllərdə, xeyir işlərdə daha da istəkli, daha da həris olacaqdır. Bizlər ədəb və əxlaq mövzusunda olan hədislərimizi oxumağa davam edirik. Bugün oxuyacağımız hədis məşhur səhabə Əyyub Əl-Ənsaridən rəvayət olunur. Hədisi başda İmam Tirmizi, İmam İbn Məcə və başqa hədis alimləri rəvayət edir. Olduqca əzəmətli bir hədisdir. Belə ki, qardaşlığı nə qədər qoruyub saxlamaq, İslam dininin üzərində ən çox dayandığı mövzulardandır. Həmçinin ayrılmaq, firqələrə bölünmək olduqca qınanılan Allah yanında böyük günahlardandır. Rasul sallallahu aleyhi və səlləm buyurur, Lə yəhillu li muslimin ən yəhcura axahu fəvqə thələfin. Bir müsəlmana qardaşını 3 gündən artıq tərk etməsi halal deyildir, haramdır. Yəltəqiyəni fəyasuddu həzə və yasuddu həzə. Onlar qarşılaşırlar, bir-birlərinin qabağını kəsib qarşı-qarşıya gəlirlər. Və xayruhuməlləzi yəbdəu bis-səlamə. Onların arasında ən xeyirlisi isə salam verməyə birinci başlayan şəxsdir. Salam verməyə birinci başlayan şəxs. Bu əzəmətli hədis, qardaşlarım, olduqca üzərində şərhlər var və böyük dərslər var. Ən birinci öyrənirik ki, İslam dini bir insanın başqa bir insana arxasını çevirməyi, onu tərk eləməyə yaxşı baxmır. Ona buğz edib, ona nifrət etməyə, öz müsəlman qardaşını yaxşı baxmır. Və bununla ötürü də Peyğəmbər s.ə.v danışır. Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət eləməz, onu yarı yolda qoymaz. Onun qeybətini eləməz, onu tərk eləməz, ona arxasını çevirməz. Bir müsəlmanın öz müsəlman qardaşını təhqir etməsi ona günah olaraq kifayətdir. Müsəlman müsəlmanın qardaşıdır. Onu yarı yolda qoymaz. Nə qədər bu haqda hədislər var Rasul s.ə.v-dən. Həmçə Allah Teala buyurur ki, İnnəməl mu'minunə ixvətun. Möminlər ancaq qardaşdırlar. Fəaslihu beynə əxavaykum. Qardaşlarınızın arasını bağışdırın. Bu hədisdə də Peyğəmbər s.ə.v məhz qardaşlığı gücləndirən və soyuqluğu və uzaqlaşmağı aradan qaldıran əməllər haqqında danışır. Ən birinci Peyğəmbər s.ə.v bu işin hökmündən danışır. Bir müsəlmanın o bir müsəlmanı 3 gündən artıq tərk etməsi halal deyil. Yəni haramdır. Bir işdən ötürü ki, tərk edin. Əlbəttə, tərk etməyin qınanılıb hissələri də var, təriflənib mədh olunanı da var. Çünki imanın 4 dayağı, 4 əsası var. Allah üçün sevmək, Allah üçün nifrət eləmək, Allah üçün əlaqə saxlamaq, Allah üçün tərk eləmək. Demək, heç də kimisə tərk elədiyimizə görə biz günah və yaxud da Allahın qəzəbini qazanmır. Elə tərk eləmələr var ki, o savabdır, mükafatdır. Orada mükafat var sənin üçün. Allah üçün tərk eləmədir. Məsələn, bir insanı
islahı üçün xatasından, asiliyindən, bid'ətindən, İslamdan uzaq, Qurandan və sünnədən uzaq fikirlərindən tövbə edib qayıtması üçün tərk eləmək. Əlbəttə, nəsihətdən ona haqqı bəyan etdikdən sonra nəsihətin bir digər növü olan o şəxsi tərk eləmək ki, haqqa qayıtsın. Bu da Quran və sünnə ilə sabitdir. Allah subhanahu və teala buyurur, bu əməli bizə tövsiyə edir ki, onlar tövbə eləyib Allaha qaydana qədər o şəxslər ki, Allahın dinini lağlağı eləyir, özləri istədiyi kimi təfsir eləyib, izah eləyir, Allahın adların, sifətlərin özlərindən yozurlar, onları demək, tərk eləmək. Müxtəlif növ ayələrdə bunlar var. Və Allah üçün bu işlərdə tərk eləmək olar. Yaxud da asi bir şəxsi, məsələn, günahkardır, cəmiyyətdə fitnə, fəsad törədir, insanlar arasında narahatçılıqlar, qırğınlıqlar yaradır, o şəxsi tərk eləmək olar. Hamısı Quran və sünnə ilə sabitdir. Amma digər şeylərdə isə, məsələn, dünya şeyinə görə incimək, dünyəvi bir məsələdən ötəri bir qardaşın o biri qardaşını tərk eləməsi ən çox 3 günə qədər icazə var. Ola bizim birinci gündə olmadı, ikinci gündə barışsa. İkinci gündə olmadı, üçüncü gündə barışsa. Amma 3 gündən artıq keçirsə, buna görə hər ikisi də günah qazanır. Yəni, ola bilsin bir-birinin haqqını tapdalamaq var, bir-birini incitmək var dünyəvi şeyə görə. Lakin ən azından salamı sabahı kəsmə, münasibəti tam mənası ilə dayandırma. Və qardaşlarım, bu sonra fəsada və zərərə gətirib çıxardır. Belə ki, az qalsın hər iki tərəf bir-birinin ölümünü arzulayır. Bir-birinin məhvini arzulayır. Bir-birinin yoxa çıxması o qədər həsəd şiddətlənir, o qədər fitnə fəsad artır ki, görürsən ki, axırda biri o birini yəni, tam mənasında sıradan çıxmağını istəyir. Gözdən düşməyin, insanların onu tərk etməsi. Bu da, qardaşlar, həddi aşmaq və dinimizdə həddi aşmaq nədir? Allah qorusun. Haramdır, olmaz. Və müəllifin burada qeyd etdiyi kimi, o dünya işinə görə tərk eləmək olmaz. Amma onda bir bidət var, yaxud da bir fasiqlik var, günah işlər var, bunu yayır, təbliğ edir. O şəxs islahı üçün gərək o biri müsəlmanlar onu tərk edir. O da nəfsi ilə baş-başa qala ki, başa düşə ki, mən səhv etmişəm. Bu da Allah üçün olan hicrdir. Allah üçün olan tərk etməkdir. Demək, tərk etməyin heç də hamısı pis deyil. Faydalı, xeyirli, savabı, mükafatı bol olan tərk eləmələr də var. Sonra buyur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, o iki şəxs bir-biri ilə qarşı gələndə, qoy biri o birinə yaxınlaşmağa çalışsın. Daha doğrusu, ikisi də bir-birinə yaxınlaşmağa çalışsın. Adətən, məsələn, bizdə də var urfda, məsələn, iki şəxsi bağışlarına, görsən ki, ikisini də tutub yaxınlaşdırırsan bir-birinə. Yəni, o ikisini də əlindən, birini o birisinə eləmirsən ki, şeytan Allah qorusun, işləyir, damarda qan yerinə axır. Elə vəsvəsə verər ki, o bunun ayağına getdi, bu onun ayağına gəldi. İslam dini buna qədər fikirləşir. Və buyurur ki, qoy, ikisi də eyni anda qarşılaşsınlar və Peyğəmbər s.ə.v buyurur ki, onların arasında ən üstünü, ən fəzilətlisi isə salamı verməyə ən birinci başlayan şəxsdir. Görün, salamlaşmaq, qardaşlar, nə qədər üstündür, nə qədər fəzilətlidir. İki müsəlman bir-biri ilə salamlaşan zaman başlayır bir-birlərini sevməyə, bir-birlərinə məhəbbət oyanmağa, qardaş olmağa. Və bu salam səbəb olur, arada sevgili, qardaşlıq güclənir. Və hətta bu səbəb olur, insanların imanının kamilləşib cənnətə daxil olmağı. Rasul s.ə.v buyurur ki, iman gətirmədikcə cənnətə daxil ola bilməzsiniz. Biri-birinizi sevmədikcə də iman gətirmiş sayılmarsınız. Sizə elə bir əməl deyilmi, onu edən zaman bir-birini sevib qardaş olasınız, bir-birinə salamlaşın, aranızda salamı yayın. Ya Rasulallah, hansı müsəlmançılıq daha xeyridir? Peyğəmbər s.ə.v bu yemək yedirdən və tanıdığına və tanımadığına salam verər şəxs. Salamlaşmaq çox böyük fəzilətli bir ibadətdir, əməldir. Rasul s.ə.v buyurdu, kim salamlaşanda əssəlamu aleykum desə ona 10 savab var. Kim də salamlaşanda əssəlamu aleykum və rəhmətullah desə ona 20 savab var. Kim də salamlaşanda əssəlamu aleykum və rəhmətullahi və rəkət desə ona 30 əcr, onun 30 mükafat var. Bugün görürsünüz, yəni insanlar ələl xüsus bir-birləri ilə çox uzaqlaşıblar.
çox soyuyurlar, tez küsürlər və barışmaq istəmirlər. Keçmişdə qardaşlarım, barışmaq rahat idi, küsmək çox çətin. Yəni, çox nadir hallarda tapardın ki, kimsə kimləysə küsüb incisin. Hətta qəribə qoşularda, ay sən qoşuyla danışmırsan, küsürsən da. Və yaxud da qardaş, sən Allah küsürüsünüz, bir-birlərinə qınıyırdılar. Çünki belə şeylər yox idi qardaşlarım. Nəsillər məsələn, ağsaqqal olurdu, yığırdı bütün balaların, gəlinlərin, nəvələr hamısının başına. Və ya da qonşular məsələn, bayram günü hamı bir yerə toplanırdı, bütün məhəllə və şənahvar ruhiyyədə olurdular. Və nadir hallarda küsülmə olurdu, küsüləndə də tez barışırdılar. Tez barışırdılar. Araya balaca bir şirinlik, əlhəmdə barışırdılar. Amma indi isə heç nədən adam adamdan inciyir. Durduğu yerdə vəsvəsə gəlir, elə bilir ki, Məmməd Mığın haqqında pis fikirləşir, salamı kəsir. Münasibətləri pozur. Yəni, heç nə yoxdur ortalıqda. Otduğu yerdə elə bir yaşa düşür ki, Məmməd Mığın xainliğini seçir. Şeytan işləyir, axı qardaşlarım. Məmməd Mığın haqqında harada danışır. Ortada dəlil sübut yoxdur. Başlayır küsüb inciməyə, bloka atmağa və s. İndi cürə-bəcürə hərəkətlər var. Küsmək asaddır, amma barışmaq artıq çox çətinləşir. Görürsən ki, xeyri yoxdur. Hətta böyüklər belə gəlir, barışın, qardaşsınız, mehriban olun. Fikirləşin, Allah Subhanahu Taala'nın dini var, dəvət var. Bu qədər insan bizə baxır, bu qədər müxaliflər, xeyri yoxdur. Halbuki, qardaşlarım, bağışlayıb əfv eləmək çox əzəmətli, çox fəzilətli bir əməldir. Allah Subhanahu Taala onun bağışlamağın məhz sənin kimisə bağışlamağına qoyub. Bağışlayın, əfv edin. İstəmirsiniz ki, Allah da sizi bağışlasın. Ayə də açıq-aşkar Ən-Nur surəsində. Bağışlayın, əfv edin. İstəmirsiniz ki, Allah da sizi bağışlasın. Yəni, bağışlayan müsəlmanı Muhammed s.ə.v buyurur ki, Allah Teala yalnız və yalnız izzətin və şərəfini artırır. Yəni, məsələn, mən Məmmədi bağışladım eləmi? Bil ki, Allah Subhanahu və Teala səni əvvəlkindən də izzətli, güclü, şərəfli edir. Daha da səni ucaldır. Səbəb, sən Qurana və sünnəyə müvafiq olaraq bağışladın. Sələflərin də əməllərindəndir. Sələflər kövrək olurlar. Sələflər qəlbləri kiməsə qarşı həsəd, kin, incilik içərisində olmur. Sələflər mülayim olurlar. Kövrək olurlar. Mərhəmətli olurlar. İnsanlarla düşmançılıqdan qaçırlar. İnsanlar üçün, nəinki insanlar üçün, hətta bütün varlıqlar üçün xeyir istəyirlər. Mehribançılığı üçün çalışırlar. Sülh, əminamanlıq, həqiqətən digər firqələrə baxanda ən çox cəmaat olmağa fikir verən, ən çox mehribançılığa çağıran, ən çox əminamanlığı, sülhü qoruyan cəmaat Əhl-i-Sünnə vəl Cəmaət, salih sələflərdir. Bu, onların ən əsas xüsusiyyətlərindəndir. Amma Allah qorusun, dində zəif olan adam, əqidədə minhəcdə zəif olan adam və yaxud da ümumiyyətlə əqidədə minhəcdə olmayan adam görürsən ki, tez küsür, tez hərisdir, küsməyə hərisdir, ləzzət alır. Bugün kimlərsə küstüm, əla. Aydındır. Və yaxud da həsəd, qeybət, onun bunun sözünü almaq. Bu, qardaşlarım, bizi həqiqi əqidə minhəcdən çıxara bilər. Baxın, o böyük dağlar xırda daşlardan əmələ gəlir. Sən günahı pisidir, bu böyüdür deyə ayırma, bil ki, o böyük dağlar xırda daşlardan əmələ gəlir. Sabah, vallahi, sən kiminsə qeybətini eləyərsən, kiminsə haqqında söz aparıb söz gətirərsən, bil ki, artıq sən onun haqqına girmirsən. Böyük bir günah elədin. Bu nə namazla yuyulacaq, nə də orucla. Haqqına girdin artıq. Və mütləqdir ki, bağışlanmaq üçün bir Allahdan halallıq istəyib bağışlanmaq istəyəsən. Bir də həmin adama gidib deyəsən ki, məni bağışla və əfv elə. Mütləq o deyəsən ki, o da səni bağışlayıb səni əfv eləsin. Yoxsa Allah Subhanahu Taala bağışlanmaq istədim, ancaq həmin adamdan halallıq almır. Qulun haqqı qaldı axı. Allah Teala deyir ki, mənim huzuruma qul haqqı ilə gəlmir. Kimsə qulu incidməklə, kimsə qula əziyyət verməklə mənim huzuruma gəlmir. Ona görə ehtiyatlı olmaq və bu məsələlərə olduqca fikir vermək. Qeybət edən insanların və məsələn, arxadan danışan insanların halı çox qəribədir. Yəni, adamdan qorxur, adamdan çəkinir, onun üzünə, onun yanında danışmır, onun arxasından danışır, eləmi? Subhanallah. Sən Allahdan qorxmadın, arxadan danışanda.
İnsandan qorxdun, eləmi? İnsandan çəkinir, eləmi? İnsandan çəkindin, insandan qorxdun, onun üzündə danışmadın, arxasına danışdın. Bəs Allahdan qorxmadın mı? Allahdan həya eləmədin mi? Çox, qardaşlarım. İnsan qeybət eləməklə, o dillə Allah qoysa savablarını ötürür sanki qarşı tərəfə, bizi xoşlamadığı tərəfə. Və bizim qardaşlığımızı da əsas sabit saxlayan səbəblərdən də biri qeybətdən, söz aparmaqdan, getmədən qaçmaq, bağışlamaq, əfv eləmək. Ömür fanidir, bu gün varıq, sabah yoxuq. Mehribançılığa fikir vermək, bir-birimizə gözəl söz söyləmək, bir-birimizi incidməmək, hətta zarafatla olsa belə. Bilirsən ki, qardaş, bu zarafat bunun xətirinə dəyir, eləmə. Sənə bildirməsə belə. Yaxşı, mənə bildirməsə belə, mən nə bilə bilərəm ki, qarşımdakının xətirinə dəyir. Öz qəlbüyə qayıt. Sənin onu deməkdə məqsədin, əgər lağlağadırsa, əgər o incidməkdirsə, ona tikan batırmaqdırsa, yəqin bir çox xətirə dəyib. Çünki səndən çıxan tikan kiməsə batacaq axı. Özü bildirməsə belə, qardaşlarım, özündə bilinir ki, mən düz iş görmədim. Ya xeyir danışın, ya susun. Bir-birinizi, necə deyir Muhammed s.ə.v? Zarafatla belə olmuş olsa bir-birinizin həyəcanlandırmıyor. Məsələn, sən elə bir söz deyərsən, mən həyəcanlanıram, əsəbləşərəm. Zarafatla belə olmuş olsa deyir, bunu eləmir, halallıq yoxdur. Gözəl söz söyləmək, yaxşı söz söyləmək, ya da susub danışmamaq ən gözəli budur. Zarafat neçə-neçə qardaşlıqları pozur. Neçə-neçə möhkəm qardaşlıqlar zarafat uzbatından itib yoxacaq. Allah subhanət hala köməyimiz olsun. Allah bizi demək qardaşlığı qoruyub, saxlayan səbəblərdən güclü yapışmaq eləyir. Bu hədisdə biz üçün öyrəndik. 1. Hər hansı bir məsələdən ötürü qardaşımdan ayrılmışamsa, 3 gün ərzində ona barışmalıyam. 2. İki kişili qabaq-qabağa gələndə ikisi də bir-birinə yaxınlaşmalı. Yəni, gözləməməlisən ki, o sənə tərəf gəlsin. Elə 200-ə eyni anda addım atır. Sən də addım at, o da addım atsın. 3. Salamlaşmaq. Ən xeyirli insan, Peyğəmbər s.ə.v deyir, mənə ən yaxın olan adam salam verməyə əmrinizi başlar. Məsələn, mən qardaşla üzbəyiz gəlmişəm, eləmi? Gözləmə o, sən ged o salam ver. Sən ged o salam ver. Bugün həqiqətən maraqlı bir abığa. 2 adam qardaş üzə baxır, salam vermək istəmir. Sonra gəlir nə deyir, bilsənmi? Bir qardaş var, məni gördü, mənə salam vermədi. Subhanallah. Demək, onun səni görməməyin, sən görmüsən də, onu elə görmə. Sən nə salam vermədin, yaxşı. Gəlir şikayət edir böylələrə ki, məni gördü, mənə salam vermədi, eləmi? Onun səni görməyin, sən gördün, eləmi? Bəs sən nöş gelib salam vermədin? Ha? Sən, Peyğəmbər s.ə.v mənə cənnətdə ən yaxın olan şəxs, salamı ən birinci verən şəxs olacaq. Allah Resulü s.ə.v uşaqlarla hələ balaca qarşılaşanda salamı birinci o verərdi. Halbuki kiçik böyüyə salam verir. Amma uşaqlara ən birinci salamı o verərdi. Ona görə gözləmə, salam vermək sünnətdir, almaq vacibdir. Yəni o fəziləti niyə başqasına versən ki? Sən birinci qaç, salam ver, xeyirdə sən qabaqda ol. Bu gün xeyirdə qabaqda olanlar qiyamət gündə hamıdan qabaqda olacaqlar, qardaşlar. Xeyirdə yarışmaq ibadətdir, günahları bağışladır, dərəcələri artırır. Cənnət var buna. Yəni baxırsan, adi salamlaşmaq. Görsən ki, məsələn, qardaşın uzaqdan gəlir, Əssəlamu aleykum, əli qaldır, salam ver. Bax, mühümdür. İki müsəlman şəxs əgər kənardan bir-birinə qarşılaşırsa, həm dillə, həm əllə salam verir. Bax, bu şəkildə, Əssəlamu aleykum. Təkcə əllə olub, dil olmasa, salam sayılmır. Bu, yahudilərin salamı idi. Elə bir ellərdir, dil işləmirdi və ya belə ellərdir, dil işləmirdi. Başdan olsa, bu nasranilərin salamlaşmağıdır. Həqiqi salamlaşmaq həm dillə, həm əllə. Uzaqdasansa. Yaxınlaşanda isə əl-ələ görüşmək. Peyğəmbər s.ə.v ki, günahlar tökülür, o iki əl ayrılara qədər. Uzun müddətli bir-biri görmürsən, qucaqlaşıb bir-biri bağrına basırsan. Amma qardaşlarım belə eləməkdir, nə bilim, başı belə əyməkdir və yaxud da bunlar hamısı bizə televizorla keçir.
televizordan da keçən şey, həmişə soruşun o eləyən insanlara. Bunu hardan götürmüsən? Kitabdan olsa deyəcək, kitabdan elə deyil. Bu ayə, bu hədis. Televizorda elə görmüşəm. Hə. Biz də bildik ki, o televizordan gələn bizə din sahibi. Hamısı qədim urfların, xalqların adəti olub belə eləmə. Peyğəmbər s.ə.v belə sanalmaşmağa qadağan eləyib. Sanalmaşında bir-birinizin qabağında əyilməyin. Quranda və sünnədə gəlib sanalmaşmaq. Uzaqdasansa, həm ağızla, həm əllə işarə eləmək, yaxındasansa, iki əli, sağ əlləri toqquşub görüşmək. Çoxdan da bir-birini görmürsən, qucaqlaşıb bir-birini baxırsan. Allah subhanət hala bizləri eşitib başa düşür. Faydalanan və bu gözəl ədəb əxlaq qaydalarına riayət edən bəndələrindən etsin. Bununla da biz bu hədisi oxuyub tamamladıq və inşallah qarşıdan gələn hədisi Allahın izniyle gələn dərs oxumağa davam edəcək. Subhanəkallahumma bihamdik. Əşhədu en la ilahe illa ent. Estağfiruka və etubu ileyk.